sualdan. Bu hansı bölmədir? 72-ci sual. Dim toplu səhifə neçədir? 35. Bizə iki dənə boş balon veribdir. Birinci deyir qabın boş kütləsi ikinci qabın boş kütləsindən 4 dəfə azdır. O zaman bizə nə deyir onu eləyək. Birinci bir qab var. Birinci qab. Onun boş kütləsinə x desəm. İkinci qabın boş kütləsi ondan 4 dəfə çox, yəni 4x-dir. Bununla razısınızmı? Belə deyir də. Birinci qabın boş kütləsi ikinci qabın boş kütləsindən 4 dəfə azdır. Birinci qaba müəyyən qədər hidrogen töküblər. Birinci qaba bilmirəm. Hidrogen töküblər nə qədərsə. Y qram. Y qram. Qab özdə x qram idi. İkinci qaba isə qabın kütləsi qədər oksigen töküblər. İkinci qaba qabın kütləsi qədər oksigen doldurublar. Deməli o zaman ikinci qaba oksigen töküblər, özdə 4x qram töküblər. Bura qədər hər şey aydındır. Bəli. O zaman M hidrogeni istəsə məndən, o Y üstəgəl X-dir. M oksigeni istəsə məndən, o 8X-dir. Razısınız? Bəli. Bir bu proses başa çatdıqdan sonra qabların kütlələri bərabər olur, ümumi kütləsi. O zaman X üstəgəl Y və bu hidrogen kütləsi deyil, üzr istəyirəm. Birinci qabın kütləsidir bu. Mən bunu səhv yazdım, hidrogen dedim. Burada birinci qabın kütləsidir bu. Bu da ikinci qabın kütləsidir. Deyir, bu kütlələr bərabər olur. O zaman mən x, y münasibət tapır. Y bərabərdir 7x. Bunu yadda saxla. Saxladın mı? Aha. Deyir, birinci qaba əlavə edilən hidrogenin mol miqdarı ilə ikinci qaba əlavə edilən oksigenin mol miqdarından neçə dəfə çoxdur? Nü 7x. hidrogeni tapmaq üçün M hidrogeni bölməliyəm hidrogenin molar kütləsini. Yəni, Y-i bölməliyəm 2-yə. Nü oksigeni də tapmaq üçün oksigenin kütləsini bölməliyəm. Oksigenin molar kütləsinə. Yəni, 4x-i bölməliyəm 32-yə. Və bunların nisbətini məndən istəyir. Deməli, y böl 2-ni bölməliyəm, 4x bölünsün 32-yə. Y-in neçə x olduğunu bilirəm də, mən neçə x-dir? 7x. O zaman burada 7x qoyacam yerinə. Deməli, 7x bölünsün 2, bölünsün 4x bölünsün 32. Surəti məxrəcə vurub, mən surətdə yazacağam. 7x vurulsun 32 bölünsün, 4x vurulsun 2. Təbii ki, burada x-lər x-lar gedir. 4 ilə 4 ilə 2 də buna x-lar gedir. 4 dəfə, 7-ni 4-ə vuranda 28. 28 dəfə çoxdur. Aydındır müəllim. Sən necə eləyirdin? Mən biraz qatışdırırdım burada. Siz necə 7x ilə birbaşa bölürdüm mən. Kütlələrini elə bir mola tapmadan bölürdüm. Amma kütləsi molunu istəyir. Hə, bu yolu budur. Yəni burada mən fikir versəz, bu məsələ uzun məsələdir. Və uzun məsələni işləyəndə mən nə edirəm? Fikir verdinizmi necə işləyirəm? Nə deyir? Nə deyir? Addım-addım mən də onları eləyirəm. Bax fikir verirsə heç nəyi yadımda saxlamıram. Dedi belədir, belə elədim. Sonra dedi bunu elə, elədim. Sonra dedi bunu elə, elədim. Ən sonunda da nə dedi, onu elədim də. Yəni bu cür məsələləri ağlında saxlamaqla, fikirləşməklə, beynində həll eləməklə eləyib axırına çıxa bilməzsən. Aydındır? Bu tipli məsələləri belə addım-addım gedirsən. Aydındır, varağa qənaət eləmirsən. Bəli, şeydir, keçən ilin yay qəbulunda 4-cü qruplarda ikinci şansdakı situasiya maddə miqdarı onunla əlaqəli idi, yoxsa? Yadımda deyil ki, hansıdır o. Açsam baxa bilərik ona da. Çünki At baxaq. başa düşürəm belə normal olaraq. At baxaq da, nə fərqi var? At. At baxaq. Göndər WhatsApp-dan baxaq. Göndərirəm müəllim.